بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين أما بعد İbn Rəcəb el-Həmbəli rahimehullahın təfsirlərini, bəzi ayələrin təfsirlərini oxumağa davam edirik. Və əvvəlcədən də qeyd etmişdik ki, imamın müstəqil təfsir kitabı yoxdur. Bir çox 50-yə yaxın kitabdan cəm olunmuş bəzi ayələrin təfsiridir. Və sonuncu dəfə də Bəqərə surəsində qalmışıq. Bəqərə surəsi bəzi ayələrini, təfsirini oxuyuruq. Növbəti surə Bəqərə 152-ci ayəsində Allah Əzzə və Cəllə buyurur ki, Fəzquruni əzqurkum vəşkuru li və la təkfurun. Məni yad edin, məni zikr edin ki, mən də sizi zikr edim. Yəni, məni xatırlayın, mən də sizi xatırlayım. Mənə şükr edin, mənə küfr etməyin. Əbu Hüreyrə və Əbu Said el-Xudri radiyallahu anhuma buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Allah-u Teala'nı zikr edən kəslər 4 xislətə sahibdir. Allah Əzzə və Cəlləni zikr edən kəslər üçün 4 xislət vardır. Hansılardır? 1. Üzərlərinə sükunət iner. 2. Onları rəhmət bürüyər. 3. Mələklər onları dövrəyə alar və Allah onları öz qatındakıların yanında zikr edər. Üzərlərinə sükunət nazil olar. Onları rəhmət bürüyər, mələklər onları dövrəyə alar və Allah onları öz qatındakıların yanında zikr edər. İmam Müslim hədisi rəvayət etmişdir. Allah qatında, öz qatında kimdir? Yəni mələklərin qatında. Başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm qüdsi bir hədisdə buyurur ki, Allah Əzzə və Cəllə dedi ki, qulum məni öz nəfsində zikr edərsə, mən də qulumu öz nəfsimdə zikr edərəm. Yəni təklikdə zikr edərsə. Qulum məni bir məclisdə zikr edərsə, mən onu ondan daha xeyirli bir, o məclisdən daha xeyirli bir məclisdə zikr edərəm. Yəni, mələklərin olduğu məclisdə. Allah Əzzə və Cəllənin öz qolunu zikr etməsinin mənası, qardaşlar, onun mələklərdən ibarət olan uca bir toplumun içində tərifləməsi, onunla öyünməsi və zikr etdiyinə görə onu mədh etməsidir. Rabi bin Ənəs radiyallahu anhu buyurur ki, Allah özünü zikr edəni zikr edər. Şükür edənə neymətlərini artırar, nankörlük edənə isə əzab verər. Allah özünü zikr edəni zikr edər, şükür edənə neymətlərini artırar, nankörlük edənə isə əzab verər. Bir nəfər Əbu Üməmə rahimehullaha deyir ki, yuxumda görürəm ki, sən hər evə girəndə, çıxanda, oturanda, qalxanda mələklər sənə salam verir. Yuxumda görürəm ki, hər dəfə sən evə girdikdə, çıxdıqda, oturduqda, qalxdıqda mələklər sənə salam verir. Əbu Üməmə rahimehullah buyurur ki, əgər siz istəsəniz mələklər sizə də salam verərlər, onda belə edin. Bu ayəni oxuyur. Allah Əzzə və Cəllə Əshab surəsi 41-43-cü ayələrdə buyurur ki, Yə əyyuhəl-ləzinə əmənü zkurullaha zikran kəsira. Ey iman gətirənlər, Allahı çox zikr edin. وَسَبِّهُهُ بُكْرَةً وَعَسِيلًا. Səhər axşam onun şənində təriflər deyin. Hətta bu ayədən istinbat edərək bəzi alimlər səhər axşam zikirlərinin fərz olduğunu demişlər. Hansı ki, ayədə Allah Əzzə və Cəllə nə dedi? وَسَبِّهُهُ بُكْرَةً وَعَسِيلًا. Səhər axşam onun şənində təriflər deyin. هُوَالَّذِي يُصَلِّ عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا. Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyər. Hansı ki, Əbu Üməmə rahimehullah dedi ki, əgər istəyirsinizsə siz də, mələklər sizə də salam versin. Onda bu ayələri oxudu ki, Allahı çox zikr edin, onun mələkləri də sizin üçün bağışlanma diləyər. Allah möminlərə qarşı rəhimlidir. Şükrə gəldikdə isə, qardaşlar, şükür qəlb, dil və bədən üzvləri ilə əməl etməkdir. Şükür nədir? Qəlb, dil və bədən üzvləri ilə əməl etmək. Qəlblə şükür neymət verən Rəbbinin neymətlərini dilə gətirməsi, bu neymətlərin Allahdan bir ehsan olduğunu söyləməsidir. Qəlblə şükür nədir?
İnsan bilməlidir ki, ona bu nemətləri verən Allah Azze və Cəllədir. Qəlbi ilə onu təsdiq etməlidir, onu dilə gətirməlidir, onu söyləməlidir. Ayşə radiyallahu anhədən gələn mərfu bir hədisə görə Allah Azze və Cəllə qula hər hansı bir nemət verdiyi zaman qul bu nemətin Allahdan olduğunu bilərsə, Allah bunu qul üçün nemətə şükür olaraq yazar. Bu hədisi İmam Beyhəqi Şuabul İman adlı əsərində zikr etmişdir. Nə buyurur? Allah qula bir nemət verdiyi zaman qul o nemətin Allahdan olduğunu qəlb ilə təsdiq edərsə, bilərsə, qəlbində onu təsdiq edərsə, Allah bu neməti qula şükür olaraq yazar. Yəni verdiyi nemətlərə görə Allah Azze və Cəlləni sevmək də qəlblə edilən şükrün əlamətlərindəndir. Şair buyurur ki, əgər sənə verilən hər neməti verənə qarşı sevgini artırmırsa, sən şükür edən deyilsən. Əgər sənə verilən hər neməti verənə qarşı sevgini artırmırsa, sən şükür edən deyilsən. Bu qəlb ilə şükürdür. Dil ilə şükür, nemətləri saymaq, onları təsdiq etmək, onları öymək, o nemətləri tərifləmək, xatırlamaq və göstərməkdir. Allah Azze və Cəllə Duha surəsi 11-ci ayədə buyurur ki, bununla bərabər Rəbbinin nemətlərini zikr et. Numan bin Bəşir radiyallahu anhudan gələn mərfu hədisdə buyurulur ki, nemətlərdən bəhs etmək, şükür nemətlərindən bəhs etməyi tərk etmək isə küfürdür. Nemətlərdən bəhs etmək şükür, nemətlərdən bəhs etməyi tərk etmək isə nədir? Küfürdür. Bunu İmam Əhməd Müsnədində zikr etmişdir. Ömər bin Abdülaziz radiyallahu anhu buyurur ki, nemətlərdən bəhs etmək ona şükürdür. Nemətlərdən bəhs etmək nədir? Verilən nemətə qarşı şükürdür. Yenə də buyurur ki, dua edərək buyurur ki, Allahım, nemətini küfrə çevirməkdən, onu tanıdıqdan sonra nankorluqdan və onu təriflədikdən sonra unutmaqdan sənə sığınıram. Bu hədisi də İmam Beyhəq rivayet etmişdir. Bədən üzvləri ilə şükrə gəldikdə isə, bu nemətləri sadəcə Allah Əzzə və Cəlləyə ibadət və itaətdə istifadə etmək, onları Allaha üsyan olan hər hansı bir şeydə istifadə etməkdən uzaq olmaqdır. Bədənlə nemətin əlaməti nədir? Həmin nemətləri sadəcə Allah Əzzə və Cəlləyə ibadətdə istifadə etmək və Allaha üsyan olan yerlərdə istifadə etməkdən uzaq olmaq. Necə ki, Allah Əzzə və Cəllə Davud ailəsi haqqında buyurdu ki, ey Davud nəsli, bu nemətlərə şükür edin, qullarından şükür edən azdır. Səba surəsi 13-cü ayədə. Hansı nemətlərə? Cinlər, Allah Əzzə və Cəllə cinləri Davud əleyhissalamın xidmətinə vermişdi. Cinlər onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Və Allah Əzzə və Cəllə bu nemətlər qarşılığında buyurur ki, bu nemətlərə şükür edin, qullarından şükür edən azdır. Sələflərdən biri buyurur ki, Davudun nəslinə belə əmr edildikdən sonra yaşadıkları hər anda mütləq onlardan biri namazda olurdu. Davudun nəslindən daimə hər anda bir nəfər namazda olurdu. Allah Resulü sallallahu aleyhi və səlləm ayaqları şişənə qədər namaz qılardı. Hansı ki, Ayşə radiyallahu anhədən gələn hədisdə Ayşə radiyallahu anhə buyurdu ki, ey Allah Resulü, Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Özünə niyə bu qədər zülm edirsən? Allah Resulü sallallahu aleyhi və səlləmə buyurur, ey Ayşə, şükür edən bir qul olmayın mı? Yəni bu şükür əlaməti olaraq Allah Resulü sallallahu aleyhi və səlləm gecə namazlarına durardı, ayaqları şişənə qədər namaz qılardı. Bu hədisi də İmam Buxari və Müslim rivayet edib. Qəribə olan isə qardaşlar, bir insanın bizim özünə verilən bütün nemətlərin Allahdan olduğunu bildiyi halda Allahın haram etdiyi şeylər üçün istifadə etməyə həya etməməsidir. Yəni, həqiqətən çox qəribədir halımız. Yəni, insan nə qədər nankor olduğunu təsəvvür etmək belə mümkün deyil. Ki, bütün bu nemətlərin Allah Əzzə və Cəllədən olduğunu təsdiq edirik, buna yəqinik, sonra onu Allahın haram etdiyi şeylər üçün istifadə edirik. Xalid bin Səffan rahiməhullah Ömər bin Abdülazizin
huzuruna daxil olur və belə deyir: Ey möminlərin əmri, şübhəsiz Allah başqa birisinin sənin üstündə hökm sahibi olmasına razı olmadı. O halda sən də başqa birisinin Allaha səndən daha üstün şükr etməsinə razı olma. Allah razı olmadı ki, sənin üzərində başqa birisi əmir sahibi olsun. Yəni Ömər bin Abdülaziz xəlifə idi, möminlərin əmri idi. Və sən də razı olma ki, başqa birisi Allaha səndən daha üstün şükr etsin. Bunu eşidən Ömər bin Abdülaziz rahimehullah huşunu itirənə qədər ağlayır. Bundan sonra müəllif rahimehullah Bəqərə surəsi 177-ci ayə haqqında Allah Azze və Celle buyurur ki: Leysəl birra ən təvalləv vucuhakum qibləl məşriq vəl məğrib vələkinnəl birra mən əmənə billahi vəl yevmil əxir vəl mələikəti vəl kitabi vəl nəbiyyinə və ətəl mələ alə hubbihi zəvil qurbə vəl yətəmə vəl məsəkinə və binis səbilə və səilin və fil riqab və əqaməs salata və ətəz zəkat وأقام الصلاة وآتى الزكاة والموفون بأحدهم إذا عاهدوا والصابرين في البأساء والضراء وحين البأس أولئك الذين صدقوا وأولئك هم المتقون. Vurur ki, heç də yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, axirət gününə, mələklərə, hər bir kitaba, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrabaya, yetimlərə, yoxsullara, müsafirlərə, dilənçilərə və kölələrin azad edilməsinə xərcləyən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüş zamanı səbr edən şəxslərdir. Onlar imanlarında doğru olan, onlar sadiqlərdir. Və müttəqi olanlar da onlardır. Ayədə zikr olunan bir, yəni yaxşılıq, qardaşlar, iki mənada işlənmişdir. Birinci məna insanlara yaxşılıq etmək. Səhih Müslimdə keçən hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləmdən yaxşılığın nə olduğu soruşulduqda buyurur ki, yaxşılıq gözəl əxlaqdır. Yaxşılıq gözəl əxlaqdır. Və İmam Müslim bir vəsilə babında zikr etmişdir. İbn Ömər radiyallahu anhu buyurur ki, şübhəsiz yaxşılıq çox asan bir şeydir. O gülərüzlü olmaq və gözəl sözdür. Yəni bir qardaşın, müsəlman qardaşına gülərüzlü olması, gözəl söz deməsi belə ayədə bəhs olunan yaxşılıqdır, qardaşlar. Bu birinci məna. İkinci məna, yaxşılıqda qəsd edilən bütün itayət və ibadətlərdir. Onun ziddi isə günahdır. Allah Əzzə və Cəllə yaxşılığı bu ayədə açıqlamışdır. Bu ayə yaxşılığın 6 bölümünü əhatə etmişdir. Bunların hamısını edən kəs yaxşılığı tam yerinə yetirmiş hesab olunur. Bu 6 yaxşılıq hansılardır? Ayədə zikr olunan 1. Ayədə zikr olunan imanın 5 şərtinə inanmaq. Hansı ki, o 5 şərt Allaha, mələklərə, kitablarına və s. onlara inanmaq. 2. Yaxınlara, qohumlara, yetimlərə, yoxsullara, yolda qalanlara, ehtiyacını səndən istəyənlərə və kölə azad etmək üçün xoşladığınız mallardan vermək. 3. Namaz qılmaq. 4. Zəkat vermək. 5. Verilən sözləri yerinə gətirmək. 6. Sıxıntı, xəstəlik və müharibə zamanlarında səbr etmək. İbrahim Ət-Teymi rahimehullah buyurur ki, imandan sonra Allahın öz quluna verdiyi ən böyük neymət əziyyətlərə, müsibətlərə və bəlalara qarşı səbirdir. Ayədə keçən sıxıntı sözündə qəsd edilən fəqirlik, döyüş sözündə qəsd edilən isə cihaddır. Ömər bin Abdülaziz rahimehullah buyurur ki, Allah bir quluna bir neymət verdikdən sonra onu geri alıb yerinə səbir verərsə, şübhəsiz ona həmən neymətdən daha xeyirlisini vermiş olar. Yəni səbir ən böyük neymətdir. Ondan daha böyük neymət yoxdur. Allah Əzzə və Cəllə quluna bir neymət verər, sonra onu geri alar. Həmin aldığı neyməti yerinə səbir verərsə, şübhəsiz o səbir aldığı neymətdən daha böyükdür. O səbir verməsi, Allah Əzzə və Cəllənin o quluna səbir verməsi aldığı neymətdən daha böyükdür.
Ki Allah Azze ve Celle ne buyurdu? Sabredenlere de mükafatları şüphesiz hesapsız verirler. Salihlerden biri cibinden bir kağıt gezdirerdi. Daima bu kağızı açar ve ona bakardı. Hemen kağızda belə yazılmıştır. Allah Azze ve Celle Tur suresinde buyurdu ki Rabbinin hükmü gelene kadar sabret. Hakikaten sen bizim nezaretimiz altındasın. Yusuf suresinde geçen Sabrul Celil, güzel sabir ise nedir? Kulun başına gelen musibeti gizlemesi ve o hakta hiç kese danışmamasıdır. Seleften bir cemaat Yusuf suresinde geçen hansı ki Yusuf'un kardeşleri atalarının yanına, Yaqub Aleyhisselam'ın yanına gelerek dediler ki Yusuf'u kurt yemiştir. Onu inandırmaya çalıştılar. Ve Yaqub Aleyhisselam ne deyir? Eleyse mənə gözəl şəkildə səbr etmək düşər. Gözəl səbir düşər. Yusuf suresi 83. ayədə. Bu ayə hakkında buyururlar ki səbirlə birlikte şikayet etmək yoxdur. Gözəl səbir nedir? Gözəl səbir o şeydir ki sen onunla beraber Allah'tan başkasına şikayet etmirsən. Bundan sonra Allah Azze ve Celle Bəqərə suresi 184. ayədə buyurdu ki Şehru Ramazanellezî unzile fîhil Kur'an huden linnâs vel beyyinetun minel huda vel furqan. Femen şehide minkum şehra felyasumhu. Ve men kana maridan aw ala seferin fe iddatun min ayyamin ukhar. Yuridullah bikumul yusra ve la yurid bikumul usra. Ve lituklimul iddete ve litukabbirullaha ala ma hadakum ve leallekum teşkurun. Allah Azze ve Celle buyurdu ki İnsanlara doğru yolu gösteren, bu yolun ve hakkı batilden ayırt eden açık aydın delilleri olan Kur'an Ramazan ayında nazil edilmiştir. Ramazan ayı o aydı ki o ayda insanlara doğru yolu gösteren açık aydın Kur'an nazil edilmiştir. Sizden bu aya yetişen kəslər hemen ayı oruç tutsun. Xəstə veya seferde olanlar ise başka günlerde eyni sayıda oruç tutsunlar. Allah sizin için çətinlik istəmir. Əksinə sizin için asanlıq istəyir. Allah istəyir ki siz müddəti tamamlayasınız ve sizi doğru yola yönelttiğine göre onu uca tutasınız. Belki şükür edəsiniz. Bəqərə 185. ayda. Allah Azze ve Celle kardeşler kullarına Ramazan nimetine kavuştukları için şükür etmeyi emrederek buyurur ki Allah istəyir ki siz müddəti tamamlayasınız ve sizi doğru yola yönelttiğine göre onu uca tutasınız. Belki şükür edəsiniz. Kulunu Ramazan ayına kavuşturması, yardım etmesi ve günahlarını bağışlaması sebebiyle kulun Allah rızası için oruç tutması Rabbine şükrün ifadesidir. Selefler gece teheccüd namazına kalkmak imkanına nail olduqda gündüz oruç tutar ve bunu onun gece namazına kaldıran Allah'a şükür olarak ederdi. Kim gece namazda kalkarsa seleflerden hemin günü oruç tutardı. Ne için? Onu gece namazına kaldıran Allah'a şükür alameti olarak. Vuhayl bin Vərd rahimahullah tavaf kimi ibadetlerin mükafatı hakkında sual verildikdə belə deyərdi. Ona sual verirlər ki tavaf kimi ibadetlerin mükafatı ne qədərdir? Belə deyərdi. Siz bu ibadetlerin əcrini mi soruşursunuz? Ondansa sizi bu ibadete müvəffəq eden Allah'a necə şükür edebileceğiniz hakkında soruşun. Kul ona verilen din ve dünya nimetlerinden her biri için şükretmeye mühtacıdır. Bu nimete şükretmeyi bacarması ikinci bir şükür talep eden nimettir. Yani senin bir nimete şükretmeyin özü bile başka şükrü talep eden nimettir. Ve bu minvalla kullar ona verilen nimetlerin şükrünü asla hakkıyla yerine yetirebilmezler. Çünkü şükrün hakikati şükretmekten aciz olmağın itirafıdır. Yani Allah Azze ve Celle sana bir şükür etmek nimetini verirse, sana şükür etmek nimetini veren yine Allah Azze ve Celle'dir. Ve o nimeti verdiğine göre yine senin şükre ihtiyacın var. Allah Azze ve Celle sana bir nimet verir ve o nimete şükretmek için sana şükür nimetini yine Allah Azze ve Celle verir. O senin özünden gelmir. O şükür senin özünden gelmir. Allah Azze ve Celle onu sana ata etmese, sana vermese, asla sen ona şükredebilmezsin.
O nemete şükrü sana veren yine Allah'tır. O şükre göre yine sana şükür etmeyin gerekir. O Allah'ın sana verdiği şükür nimetinin yine özünün şükre ihtiyacı var. Çünkü şükrün həqiqəti şükr etməkdən aciz olmağın etirafıdır. Şair ne güzel buyurur, eğer şükrüm Allah'ın nimetlərindən bir nimətdirsə, bunun karşılığında tekrar şükür etməyim lazımdır. Şükrüm Allah'ın nimetlərindən bir nimətdirsə, bunun karşılığında tekrar şükür etməyim lazımdır. Əbu Amr Əş-Şeybani rahimehullah buyurur ki, Musa aleyhissalam Tur dağında belə dua etdi. Ey Rəbbim, mənim namaz qılmağım sənin mənə ehsanın elədir. Oruç tutmağım sənin ehsanın elədir. Sədəqə verməyim sənin ehsanın elədir. Risaləti təbliğ etməyim sənin ehsanın elədir. Yəni bunları mənə nəsib edən sənsən. O halda sənə necə şükür edəcəyəm? Allah Azze ve Celle belə buyurdu. Ey Musa, indi mənə şükür etmiş sayıldın. Yəni öz acizliyini etiraf etməklə Allah Azze ve Celle əsla haqqı ilə şükür etməyə insanın gücü çatmayacağını etiraf etməklə bu özü bir nədir? Şükürdür. Ramazan ayında oruç tutmaq nimetinə qovuşanın bunun qarşılığında Ramazandan sonra günah etməsi Allah'ın nimetinə nankör olmağın əlamətidir. Əgər bir kəs oruç tutduqdan sonra günah işləməyə qəti qərar veribsə, onun orucu qəbul olunmaz və rəhmət qapıları üzünə bağlanır. Kəb radiyallahu anhu buyurur ki, kim Ramazan ayında iftar etdikdən sonra Allah'a üsyan etməməyi içindən keçirərsə, hesaba çəkilmədən cənnətə daxil olar. Kim iftar etdikdən sonra Allah'a üsyan etməyi qərarlaşdırarsa, onun orucu qəbul olunmaz. Bunu İbn Rəcəblə Təəfül Məarif Allah əsərində zikr edir. Kim Ramazan ayında düşünərsə ki, iftarımı edəndən sonra falan günahı edəcəyəm, onun orucu qəbul olmaz. Və bu təhdid babındandır ki, yəni onun orucunun mükafatı olmaz. Allah Azze ve Celle ona heç bir orucudan mükafat verməz. Ne için? O orucun şükrünü əda etmədiyi üçün. O orucun şükrünü nankörlüklə yerinə yetirdiyi üçün. Yəni qullarını oruç tutmağa müvəffəq edən, onlara yardım edən və tutduqları oruç sayəsində onları bağışlayıb cəhənnəmdən xilas edən Allaha qarşı qulların onu zikr etməsi, ona şükr etməsi və layiqli şəkildə ondan qorxması vacibdir. İbn Məsud radiyallahu anhu buyurur ki, Allah'tan ona yaraşan şəkildə qorxmağın mənası itaət edib üsyan etməmək, zikr edib unutmamaq və şükr edib nankör olmamaqdır. Ey büyük günah sahibləri, bu dəyərli günləri qənimət bilin. Bu günlərin yerini əvəz edəcək heç bir şey yoxdur. Neçə günah sahibləri vardır ki, bu günlərdə cəhənnəmdən xilas olmuşdur. Bu ayda cəhənnəm odundan xilas olan bərəkətli bir mükafat əldə etmişdir. İnşallah bununla kifayətlənək qardaşlar. Allah Azze ve Celle bizi ona şükr edən, onun nemətlərinə şükr edən, küfr etməyən qullarını eləsin. Amin. Subhanak Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruka ve etûbü ileyk.